Bu insan Azərbaycanlıları aldadaraq saysız hesabsız pullar qazanır. Zevs, yəqin ki onu bir çoxunuz qalmaqal atışma mövzulu videoları ilə tanıyırsınız. Zamanında çəkdiyi Azuratilla ilə görüntülü danışdım, əkizlərlə söhbətim düşdü, qaqalarla Razborkam kimi saxta videoları ilə Azərbaycan millətinin necə diqqətini çəkəcəyini yaxşı bilirdi. Harda qalmaqal və dava varsa, bizim millətimiz oradadır. Həm də bu qalmaqal əgər ki tanınmış insanlar tərəfindən edilirsə, bu daha çox marağa səbəb olur. Zevs də bunu yaxşı bilirdi. Bundan istifadə etdi, tanındı. Bu da onu əsas məqsədi olan xalqın pullarını oğurlayaraq özünə sərvət qazandırma planına, qumarbazlıq sistemini yaratmasına daha da yaxınlaşdırdı. Bu haqda ətraflı videonu Silenin kanalından izləyə bilərsiniz. Bəs necə oldu ki Zevs bu qədər tanınan, bu qədər izlənən bir YouTuberdən izləyicilərini soyan, Azərbaycan millətinin pullarını oğurlayan və bunu tək yox, qardaşları ilə birlikdə edən bir dələduza çevrildi? TikTok'u bilirsən, burada insanlar çox da bir əmək sərf etmədən el arasında cringe adlanan hərəkətlər edərək yüz minlərlə izlənə bilir. Düzdür, bu insanlar izlənir, amma eyni zamanda da izləyən kütlənin də böyük lağlağasına məruz qalır. Buranı yaxşı dinləyin. Bunu görən Zevs bu şəkildə cringe videoları hazırlayan və böyük bir kütlə tərəfindən sevilməyən TikTokerlərin videolarını bir araya gətirərək öz şəxsi YouTube kanalında izləyir, bunlara sərt reaksiyalar, əskildici sözlər, hətta bəzən söyüşlər yağdırırdı. Ay TikTokerlər, eşitdiniz də mən diqqətlə, mən sizin atanızam. Yəni çatdı da yayınlarımıza. İnsanlar Zevsin bu reaksiyalarını dəstəkləyir, rəylərdə gülür, Zevsi onların səsi olduqları üçün bəyənirdilər. Bu da bərabərində bu TikTokerləri sevməyən insanları Zevsin kanalına çəkirdi. Hər şey necə də sadə görünür, hə? Amma elə deyil. Zevs bu şəkildə izləyici kütləsini böyüdür, insanların simpatiyasını qazanır və ən əsası onlarda Zevs gör nə qəşəng dedi, yaxşı payını verdi. Zevs düzgün insandır düşüncəsini formalaşdırırdı. Yəni güvənlərini qazanırdı ki, gələcəkdə bütün izləyicilərini soysun. Bu hadisəni bilirsən, Azərbaycanda 2024-cü ildə böyük gündəm olmuşdu. Bu 18 yaşlı uşaq minlərlə insanı öz yaratdığı piramidaya, yəni qumar sisteminə çəkərək onlara pul qazanacaqları ümidini satmış və qumara yatırılan bütün pulların arxasına keçmişdi, oğurlamışdı. Qumarı kimlər oynayır? Ya çox varlılar, ya da çox kasıblar. Yaxşı, bəs minimum sərmayə ilə maksimum qazanc əldə edildiyi deyilən bu qumarı kimlər oynayır? Çox kasıblar. Bəli, hamısının pulu batmışdı, onu bu uşaq etmişdi. Bəs bu uşaq kim idi? Zevsin qardaşı, Sedoy olaraq tanıdığımız Hüseyin. Zevsin qardaşı haqqında açıqlaması nə oldu? Mən onsuz da bilirdim ki, biz insanlar beləyik yəni. Biri yıxılanda çalışdıq ki, baltalayaq, nə bilim, üstünə qum ataq. Biz insanlar beləyik ki, biri yıxılanda baltalayaq. Buna söhsüz cavab verə bilməyəcəyim üçün susuram. Zevs də hər şeyin fərqində idi, amma eyni zamanda da kədərli idi. Qardaşı üçün yox, ona görə kədərli idi ki, ifşa olmuşdular. Amma bu onu saxladı? Xeyr. Çünki bizim millətimizin əksəriyyəti heç bir şeydən doğru nəticəni çıxara bilmir. Təbii ki, Zevsə olan güvənləri sınmadı. Zevs isə bunun fərqinə varanda o böyük planını, dələduzluq edərək Azərbaycanı soyma planını başlatdı. Zevs çox böyük bir kütlə tərəfindən izlənir. Azərbaycanın ən böyük şəxsi kanalına sahibdir. 1 milyon abunəçi. Ortadakı gücü görürsüz? Bunların hamısını saxta qumar saytına çəkib pullarını oğurlasa necə də zəngin olardı, hə? Bəli, belə də etdi. Mənliyi, şərəfi, hətta ölkəsini tərk edib Rusiyaya qaçıb gizlənməsi bahasına bunu həyata keçirdi. Bir illik qumar saytı yaradır, el dilində desək onun fəaliyyətini arendaya götürür, amma əslində bu saytın illərdir var olduğunu deyir. Məqsəd isə izləyicilərinə saytın güvənilir olduğunu yalan da olsa sübut etməkdir. İzləyiciləri Zevsə güvəndiyi üçün bu sayta pul yatırır və bum! Tələyə düşürdülər. Sistemi idarə edən və pulları oğurlayan Zevs idi. Adının efirdə çəkilməsini istəməyən zərər çəkənin 26 yaşı var. Deyir ki, heç vaxt belə oyunlara aldanmazdı. Ta ki illərdən bəri inanıb izlədiyi 1 milyondan artıq izləyicisi olan YouTuber bu oyunu reklam edib ondan gəlir əldə etdiyini açıqlayana qədər. Zamanla bu zəifləyir, izləyicilərin kiçik bir qismi bunun fərqinə varır, bu dələduzluğa aldanmır. Amma hələ də Zevs buna davam edir. Bəs necə? Təbii ki, yeni insanlar sayəsində. Zevsin videolarına baxsanız, o hələ də yüz minlərlə izlənir. Rəylərdə onu sevirlər, bəyənirlər, dəstəkləyirlər. Niyə? Çünki Zevs sisteminə yeni insanlar çəkməyə davam edir. TikTokerlərin yayınlarına gedir, onlara bahalı hədiyyələr atır, minlərlə pul xərcləyir və onların reaksiyalarını öz YouTube kanalında paylaşır. İzləyicilər isə deyir, bunda bu qədər pul hardandır görəsən və bum, Zevs yeni bir video yayımlayır. Taksimetr qumar saytı. Yəqin ki, artıq mən deməsəm də mövzu
mövzunu başa düşürsüz. Özünün yaratdığı saxta bir qumar saytı daha. İzləyici deyir, deməli bu oğlan buna görə bu qədər varlıdır. İzləyici taksimetr qumar saytına girir, pul yatırır, amma əslində Zevsin dələduzluq sisteminin bir parçası olduğunu bilmir. Hardan bilsin ki, bu məxluq xalqın maddi çətinliyindən bu şəkildə istifadə edərək onları soyur? Bilməyəcəklər. Çünki hər zaman yeni insanlar olacaq və Zevs dayanmayana qədər onlar da bu sistemin qurbanı olacaq. Bəs buna çarə nədir? Bütün bu insanlara bu tələyə düşməməkləri üçün necə yardım, xəbərdarlıq edək? Əslində bu daha çox sizlərdən asılıdır. Dostunun, qohumlarının və ya digərlərinin bu mövzu haqqında şuurlanması üçün bu videonu onlarla paylaş. İnsanlar onun və qardaşlarının kim olduğunun fərqinə varsınlar. Videoları hələ də yüz minlərlə izlənir, insanlar tərəfindən sevilir və normal qəbul edilir. Daha sonralar isə iş işdən keçmiş olur. Bu sadəcə bir Zevs məsələsi deyil, bu çürüyən cəmiyyətimizin və hissizləşməyimizin xəbərçisidir. Buna səssiz qalmayın və əlinizdən gəldiyi qədər bu adamı ifşa edin. Bir dəfə də olsun düzgün qərar verin.